Yaxşısınız. Bugün sizlərlə görüşürəm uşaq və yeniyetmələrdə davranış pozuntuları və həlli istiqamətində bir məsələ ilə bağlı. İlk öncə isə mən sizə özümü tanıtmaq istəyirəm. Təbii ki, aranızda məni tanıyan tələbələrim də var, amma eyni zamanda tanımayan yoldaşlarınız da var. İlk öncə mən psixoloq Könül Babaşzadə və özüm dövlət müəssisəsində praktik psixoloq vəzifəsində çalışıram. Bundan qabaqki təcrübəmdə məktəbdə işləmişəm, özəl müəssisələrdə işləmişəm və hal-hazırda da onlayn platformada uşaq və yeniyetmə psixologiya kursunun tədrisi ilə məşğulam. Eyni zamanda yetişkinlər üçün isə bir sıra marafonlar verirəm. Bugün isə sizlərə tamamilə ödənişsiz sunduğum uşaq və yeniyetmələrdə davranış pozuntularının həlli istiqamətində danışacağam. Bacardığım qədər praktik və belə deyək ki, səbəb-nəticə əlaqəsi qurmaqla danışacağam ki, daha rahat şəkildə başa düşəsiz. Sizdən bir xahişim olacaq ki, ilk öncə suallarınız olarsa chat hissəsinə verəsiniz və mənim sözümü kəsməyəsiniz. Çünki hal-hazırda Zoom rekord olunur. Rekord olunur ona görə ki, YouTube kanalına yüklənəcək və YouTube kanalında artıq yüzlərlə insan baxacaq və onlar üçün də faydalı olmuş olsun. İlk öncə qeyd eləmək istəyirəm ki, aranızda psixoloqlar, pedaqoqlar, müəllimlər varsa və yaxud da ki, uşaq və yeniyetmə psixologiya sahəsində çalışanlar varsa, bugün onlar üçün daha çox fayda olacaq. Əgər aranızda valideynlər varsa, suallarını ünvanlaya bilər. Praktik şəkildə suallarınızı cavablandırmağa çalışacağam. Qeyd edeyim ki, mənim 20 yanvar tarixindən etibarən artıq uşaq və yeniyetmə psixologiya kursum başlayacaq. O kursa da qatılmaq istəyənlər varsa, bugün mənimlə tanışlıq keçə bilərlər. Okey. Mən istəyirəm bugün sizlə Aha, əla. Suallarınızı yazın, narahat olmayın. Mən cavablandıracağam. İlk öncə gəlin mövzuya girin, vaxt itirməyək. Hamımız üçün zaman dəyərlidir. Sizin çox xüsusi slayd hazırlamışam. Bu slaydı sizlərə də təqdim edəcəm, qrupa atacağam. Kim istəsə özü üçün götürə bilər. Ümumiyyətlə davranış pozuntuları mənim ən çox sevdiyim bir mövzudur. Uşaq və yeniyetmə psixologiya sahəsində davranış pozuntularını bilməyən şəxslər üçün işləmək biraz çətindir. Xüsusilə də məktəbdə işləyirsinizsə və yaxud da ki, siz özəl müəssisədə çalışırsınızsa və yaxud da ki, dövlətdə çalışırsınızsa, fərq eləmir, hansı belə deyək ki, aspektdən yanaşırsınız. Əgər biz burada davranış pozuntularını düzgün şəkildə dəyərləndirə bilmiriksə, qiymətləndirə bilmiriksə, bizim işləməyimiz çətin olur. İlk növbədə çoxumuzun bildiyi, doğru bildiyi yanlışlar var. Bunlar nələrdən ibarətdir? Gəlin birinci buna baxaq. Bizim çoxumuz elə bilirik və elə başa düşürük ki, davranış pozuntusunun diaqnozu 5 yaşda qoyulur. Amma əslində davranış pozuntusunun diaqnozu 10 yaş üzəri olan şəxslərlə qoyulur və həkim psixiatr tərəfindən qoyulur. Düzdür, psixologiyada xanım sual yazıb bura ki, diaqnoz necə qoyur? Diaqnozu ilk öncə həkim psixiatr qoyur. Heç bir psixoloqun qanunla və hüquqla diaqnoz qoymağa ixtiyarı yoxdur. Biz sadəcə şübhələnə bilərik əlamətlərindən. Deyə bilərik ki, hə, müəyyən əlamətlərindən hiss olunur ki, davranış pozuntusunun əlaməti var. Amma mən kiminsə uşağına birbaşa etiket yapışdıra bilmərəm ki, sənin uşağın davranış pozuntusudur. Bunun özü qeyri-etik bir qayda pozuntusudur və valideynə qarşı çox həssas olmaq lazımdır. İkinci növbədə davranış pozuntusu, indi mən bugün düzdür, dərs formatında yox, daha çox təlim formatında keçirəm. Dərs formatında uşaq və yeniyetmə psixologiya kursunda keçirəm deyə orada daha detallı deyirəm. Normal şəxslərdə davranış pozuntusunun diaqnozu 10 yaş üzəri qoyulur, hansı ki, orada artıq bir yox, bir neçə problemlər olur. Ümumiyyətlə, gəlin çox uzatmayım. Elə buradan keçid eləyərək başlayaq görək ki, davranış pozuntusu deyəndə ümumiyyətlə nə nəzərdə tuturuq? Ümumiyyətlə, davranış pozuntusu yaş dövrlərinə görə ayrılır. Bir var, mən uşağım davranış pozuntum var, bir də var, mən böyüyəm davranış pozuntum var. Gəlin baxaq və slayd üzrə gedək, sizin üçün də gözlə və suallarınız olsun. Ümumiyyətlə, uşaqlarda ən çox rast gəlinən davranış pozuntuları hansılardır? Siyahını siz də görürsünüz və özünüz də artıra bilərsiniz. Məsələn, aqressiya. Çox valideynin şikayət etdiyi mövzulardan biri aqressiya. İtaətsizlik, hiperaktivlik, impulsivlik, tənha qalmaq, yalan danışmaq, oğurluq etmək, əsəbilik, tez qıcıqlanmaq, qorxular, fobiyalar, altı islatma və yaxud da ki, təkrarlayıcı davranışlar, ola bilər tiklər, dırnaq yemə, barmaq əmmə, bunlar da ola bilər. Əşyalara zərər vermə. Yaxşı, biz bilirik ki, okey, bunlar davranış pozuntusudur və hamımızın çətinlik çəkdiyi hissə bunun korreksiya hissəsidir. Çünki bunu korreksiya eləməyin təkcə bir yolla olmur. Biz təkcə bir terapiya ilə bunu apara bilmirik, düzdürmü? Demək ki, burada psixoloqun peşəkarlığı arasına nə girir? Psixoloq nə ilə işləyir? Səbəb-nəticə ilə işləyir. İlk növbədə yaranma səbəbini müəyyən etməliyik ki, bir uşaq durduq yerə mi aqressiv oldu? Bir uşaq durduq yerə mi yalan danışdı? Bir uşaq durduq yerə mi hansısa əşyaya zərər verdi? Okey. Ümumiyyətlə, heç bir uşaq anadan olandan, belə deyək ki,
aqressiv doğulmur. Heç bir uşaq anadan olandan yalançı doğulmur, oğru doğulmur, tək qalmır, impulsiv olmur, hiperaktiv olmur. İstisna durumlar var, genetik və bioloji faktorlar. Ola bilər ki, hə, uşaq anadan olandan genetik faktorlarla və ya da bioloji səbəblərdən dolayı belə ola bilər. Amma normal uşaq gəlir, çox vaxt valideyn deyir, mənim uşağım normal inkişaf elədi, 3 yaşından uşağımdan aqressivlik başladı. Ona görə birinci əsas sual. Sən bu davranışı öz övladından, burada valideynlər varsa və yaxud da ki, həmkarların varsa paralel şəkildə gedə bilərik. Sən ilk növbədə sual verməlisən. Bu mərhələni hansı ki qırılma mərhələsi, hansı ki sən artıq orada hiss etdin bu əsəbidir, aqressivdir, cavab qaytarır, oğurluq edir, qısqanclıq edir, kimisə vurur, zərər yetirir, söyür. Sən ilk dəfə bunu nə zaman öz övladında hiss etdin? Ümumiyyətlə, psixoloq təkcə, yəni bunu maarifləndirmək üçün deyirəm, psixoloq təkcə uşaqla işləmir. Psixoloq üçbucaq şəklində işləyir. 18 yaşına qədər siz bir uşaqla tək işləməli deyilsiniz. Siz işləyirsiniz, valideyn, uşaq və psixoloq. Çünki bizim şuuraltımız 0 yaşdan 7 yaş arasında proqramlanır. Kim sayəsində proqramlanır? Bizi dünyaya gətirən şəxslər tərəfindən. Plus biz hansı evdə qalırıqsa, hansı sosial ortamda böyüyürüksə, onlar tərəfindən proqramlanır. Deməli, birinci, dünyaya gəldiyimiz və böyüdüyümüz ailə bizim şuuraltımızı proqramlayır. Sonra biz məktəbə gedirik, müəllimlərimiz proqramlayır, sinif yoldaşlarımız proqramlayır, dostumuz proqramlayır. Belə-belə böyüdükcə, müxtəlif sosiallıq və s. artdıqca proqramlana gedirik. Okay. Aha, mən baxmalıyam ki, bu uşaq durduqmu yerə aqressiv oldu, durduqmu yerə təkrarlayıcı sözlər dedi. Bunun səbəbini araşdırmaq üçün ilk verəcəyim sual, bu neçə yaşdan bu əlaməti hiss edirsiniz? İkinci sual, nə qədər müddətdir bu davam eləyir? Çünki biz falçı deyilik, konkret meyarla işləyirik. Üçüncüsü, həkim qəbulunda olmusunuzmu? Psixoloq tək heç vaxt öz başına işləyə bilməz. Psixoloq konkret əlaqəli sistemlərlə işləyir. Lazım gələrsə, deməli, nevropatoloqla, pediatrla, psixiatrla qarşılıqlı əməkdaşlıq çərçivəsində işləyir. Çünki psixologiya təkcə sağlam şəxslərin psixologiyasını öyrənmir. Psixologiyada patologiya anlayışı var. Yəni normalın üstü olan anormal bir vəziyyət. Anormal vəziyyət nədir? Diaqnostik meyar. Diaqnostik meyar isə 5 yaşda qoyulur. 5 yaşda qoyulursa, artıq 5 yaş üzəri uşaq gəlibsə və siz bu problemləri 5 yaş üzəri uşaqlarda hiss edirsinizsə, müstəq şəkildə yönləndirməlisiniz ilkin etapda müayinə üçün nevropatoloqa və yaxud da psixiatra. Ola bilər ki, uşaq artıq davranış pozuntulu bir uşaqdır, diaqnostik olaraq və uşaq sənin yanına gəlir. Sən onu həkimə götürmədən işləyirsənsə, bu da bir pozuntudur. Sən sabahsı gün valideyn səndən nəticə istəyəndə və sən o nəticəni suna bilməyəndə sən pis olacaqsan. Deməli, işimizin bir tərəfi də başa düşürük ki, biz əməkdaşlıq çərçivəsində işləyirik, biz tək uşaqla işləmirik, eyni zamanda valideyn uşaqla işləyirik və valideynin psixologiyası da bizə çox vacibdir. Ümumiyyətlə, mənim keçdiyim uşaq və yeniyetmə psixologiya kursunda mən orada ilk etap keçəndə valideynlərin tipləri barəsində keçirəm. Çünki valideynin tipi, valideynin quruluşu birbaşa uşağın şəxsiyyətini formalaşdırır. Gəlin baxaq görək. Siz suallarınızı yazmısınız. Mən baxım görüm. Sizin maraqlı suallarınız varmı? Aha, siz yazın, mən suallarınızı yəni cavablandıracağam. Sadəcə slayd üzərində gedirəm. Ondan sonra isə sona qalmış mən suallarınızı cavablandıracağam. Çox maraqlı olsun. Gəlin baxaq görək uşaqlarda ümumiyyətlə davranış pozuntuları yaşa görə necə qruplaşdırılır. 0-3 yaşda tez-tez ağlayırlar. Sonra ayrılma qorxusu olur, xüsusilə ananı itirmə qorxusu olur, əşyaları atma, vurma, yuxu və qida problemləri, barmaq əmmə normadan artıq. Hətta elə uşaqlar var ki, 5 yaşında uşaqda anası deyir ki, mənim uşağım pamperslə gəzir. Bu da olmaz. Niyə olmaz deyəcəm indi. Sonra gəlir 3-6 yaş dövründə məktəbə qədər uşaqlar. Bu uşaqlarda nə problem olur? Qayda pozur. Hətta müəllimlər buna deyir tərbiyəsiz uşaq. Anan atan sənin belədir. Bu müəllim tipləri əslində özləri etik normanı pozur. Birinci uşağına müraciət tərzində o üslub düzgün deyil, peşəkarlıq üslubu deyil. Aqressiv olur 3-6 yaşında uşaqlar. Daha doğrusu qorxuları olur, altına islatma olur, yalanın başlanğıcı olur. 7-11 yaşında daha çox diqqət pozuntusu şəklində göstərir, dərsdən yayınma şəklində göstərir, sosial çətinliklər şəklində göstərir, aqressiv və pasiv etiraz şəklində göstərir, tiklər və dırnaq yemə şəklində göstərir. 12-18 yeniyetmələrdir. Mənim ən çox sevdiyim yeniyetmələrdir. Davranış pozuntusu deyildir. Mənim ancaq ağlıma yeniyetmələr gəlir. Çünki uşaqlarda görülən davranış pozuntusunu etap-etap korreksiya etmək çox rahatdır. Amma yeniyetmələrdə aqressiv, belə deyək ki, davranış pozuntusu və pilusa diaqnostik dərəcədirsə, hələ xüsusi bir yöntəm yoxdur ki, korreksiya olunsun. Orada sadəcə müəyyən etaplarda nizamlanmış ola bilir. Okay, 12-18 yaşda biri nə edə bilər? Yalan danışa bilər, asılıqlara meyil edə bilər, yəni narkomaniya, alkoqol, aqressiya, qaydalara açıq etiraz və sosial izolyasiya. Mən indi sizə bunların ümumiyyətlə
Nə üçün yarandığını deməli qeyd etmək istəyirəm. Birinci növbədə bunlar yaranır ailə ilə bağlı səbəblərdə. Yəni hansı etaplarda bu baş verir? Gəlin ilk öncə ona baxaq. Ümumiyyətlə, məsələn, birinci qayda biz onu başa düşməliyik ki, uşaq anadan olandan əgər normal inkişaf keçibsə və həyatının müəyyən bir yaş dönəmində qırılma nöqtəsidirsə, məsələn 3 yaşda, 4 yaşda artırıram siyahını, 5 yaş, 6 yaş, 7 yaş. Məsələn, uşaq anadan olub heç vaxt yalan danışmaq nədir bilmir. Uşaq gedib məktəbə gedir 2 ay yaxındır valideyn hiss edir ki, uşaq yalan danışır. Aha, bu deməli sonradan qazanılmadır. Və yaxud da ki, uşaq bu vaxta kimi aqressiv olmayıb, uşaq gəlir məsələn 10 yaşına, anidən aqressiv olur. Və yaxud da ki, tutalım ki, uşaq hər şey qaydasında gedir, 9 yaşı var, yerini isladır. Artıq burada görürsünüzmü, uşaq normal gəlir, normal inkişaf gedir, amma hansısa bir yaşda qırılma baş verir. Və valideyn prosesi düzgün adlandıra bilmədiyinə görə və uşağa qarşı düzgün yanaşa bilmədiyinə görə bu yaranmış prosesi daha da təhrik edir. Başlayır uşağı döyür ki, düzəlsin, vurur ki, düzəlsin, təhqir edir ki, düzəlsin, şikayət edir. Müəllimlər başlayır üstə gedir və uşaq daha da sıxışır, duyğularını bastırır və bu daha da aqressiya daha da şiddətlənir. Ona görə birinci baxırıq ki, bu səbəb nədir? Birinci səbəb ailə ilə bağlı səbəblər ola bilər ki, belə deyək ki, ailədə emosional laqeydlik varsa, məsələn, deyək ki, ana uşağa davamlı olaraq sevgisini göstərmirsə, qayğı vermirsə, diqqət vermirsə, bəzi valideynlər deyir ki, mən onsuz da verirəm də, əlimdən bu gəlir. Amma sən verə bilərsən, amma uşağın qəbulunda bu nə qədərdir, uşağın onu qəbul etmə faizi nə qədərdir, bunu bilmirsən. Həddindən artıq uşaqları sıxmaq, boğmaq olmazlar. Bura getmə, ora getmə, belə eləmə, onu eləmə. O qədər sıxır ki, o qədər belə deyək ki, uşağı qadağa qoyur ki, uşaq duyğusunu deyəndə belə deyir, kəs səsini deyir ki, artıq burada ziddiyyət yaranır. Düzdürmü? Məsələn, deyək ki, valideynlərindən biri olmaz deyib, digər valideyn deyir olar. Məsələn, tutalım ki, ata deyir ki, məsəl üçün, bugün axşam televizora baxmaq olmaz, sən yatırsan. Ana isə qayıdır deyir ki, niyə baxmır ki, mənim uşağım kimdən əskikdir, otur bax. Yəni, ata, ana eyni sözü bir araya vurmursa, o zaman nə baş verir? Deməli, uşağın beynində qarışıqlıq olur və belə olanda nəzarət itir və uşaq artıq istədiyi vaxt davranışa meyl eləyib, prosesi anasıya qarşı çevrilə bilər. Bir də, nənə-baba ilə yaşayan uşaqlar. Ana, ata qalır qıraqda, nənə-baba prosesinin işçisinə girir. Məsələn, deyək ki, ana və ata eyni fikirdədir ki, məsəl üçün deyək ki, hansısa bir məsələdə eynidir ki, məsələn, axşam saat 9-a qədər dərsləri bitməlidir. Məsələn, prosesə nənə qarışır ki, niyə ki 9-da bitir, 11-də yazsın. Mən 10 yaşında olanda 11-ə qədər ev silirdim, pol təmizləyirdim, qardaşıma baxırdım. Bu niyə etmir? Başlayır nənə hücumu daxil edir, burada da uşağın bütün sistemi pozulur. Deməli, uşağın tərbiyəsinə yalnız və yalnız, yəni belə deyək ki, yanaşma eyni tərzdə getməlidir. Hərə bir söz deməlidir, ailə üzvləri çalışmalıdır ki, ortaq qərara gəlib uşağı yönətməyə çalışsınlar. Ailələr arasında boşanma olarsa, dava olarsa, söz-söhbət olarsa, təhqir olarsa, söyüş olarsa, uşağın gözü qabağında ata-anaya xəyanət edərsə, ana-ataya xəyanət edərsə, telefonla olsun, yazışma ilə olsun, zənglə olsun, real şəkildə olsun, uşaqda davranış pozuntusu yarada bilir. Davranış pozuntusu nə deməkdir? Yəni, mən özümü olduğum kimi ifadə edə bilmirəm də, mənim olduğum kimi qəbul olunmağa ehtiyacım var. Psixoloji mənası budur. Amma nevroloji aspektdən təbii ki, bu sinir sisteminin pozulmasıdır. Bu da sadəcə və sadəcə sinir sistemi nə zaman pozulur? Ya uşaq həddindən artıq müasir dövrümüzdə telefondandır. Yəni, səhər tezdən uşaq saat 10-a qədər telefondadır və yaxud da televizordadır və yaxud da ki, iqra oynayır. Başdan ayağa bu uşağın siniri pozulacaq, nevroloji bir məsələyə gətirib çıxaracaq. Ya budur, ya uşaq belə deyək ki, uzun müddət demək olar ki, heç kəslə kommunikasiyası yoxdur, ya izolyasiya olunub da, yəni nə cəmiyyətlə əlaqəsi var, evdə atılıb küncə, qapı bağlanıb, uşaqla ünsiyyət yoxdur. Uşağın sinir sistemi təbii ki, gərginləşə bilər, daha da pis vəziyyətə gəlmiş ola bilər, səbəblər sırasından bu ola bilər. Və yaxud da uşağın sinir sistemi o halda gəriləcək ki, evdə davamlı münaqişə var, dava var, söz-söhbət var, uşaq döyülür, çırpılır, ana gözünün qabağında döyülür, ata, yəni bütün günü konsertdir. Münaqişəli bir ailədir. Uşaq bu xaotik vəziyyətin ortasındadır və uşaq ağlayanda belə qışqıra-qışqıra ağlayır. Yəni normal baxın. Məsələn, özünüz baxa bilərsiniz ailələrə. 2-3 dənə ailəyə müşahidə edib uşağının davranışına baxa bilərsiniz. Yəni burada ailələri günahlandırmırıq. Sadəcə proses bilirsiniz nədir? Ümumiyyətlə bu mövzu günahlandırma mövzusu deyil. Ailə ortamındakı vəziyyət uşağın psixologiyası durumuna birbaşa təsir edir. Ailə bunu dansa da, məsələn, çox vaxt xanım yoldaşı ilə dalaşır və yaxud da bəy, ailədə söz-söhbət var, amma məsələn, cəmiyyətə çıxanda nə olub ki, bizim ailədən yoxdur. Xeyr, mənim uşağımın heç nəyi yoxdur. Həkimə aparacaq, dərman yazacaq, düzələcək. Gedir uşağına dərmanı zıplayır, amma ailədəki o kök məsələ həll olmamış. Çünki uşaq hardan qidalanır? Ana və atanın emosiyasından qidalanır. Əgər ata bütün günü
əsəbidirsə, bütün günü dava, söz-söhbət varsa, bütün günü necə deyim, qırğın münaqişə varsa, bu artıq posttravmatik stressdir. Uşaq posttravmatik stressdən gərginlik yaranır, təşviş yaranır, sinirləri pozulur, məsələ gedir nevrolojiya çatır. Plus artıq özünü ifadə etməyi bilmir necə eləsin. Bu onu nə ilə göstərir? İsteriya ilə göstərir, aqressiya ilə göstərir. Başlayır özünü yerə çırpır, başlayır hədələməyə, başlayır yalan danışır. Hətta kleptomaniya var. Diqqət cəlb etmək üçün bir xəstəlik gedir, oğurluq edir. O deyir mən heç nə etməmişəm. Okay. Kiminləsə müqayisə və tənqid edirsinizsə övladınızı. Bəzən valideyn yerində uşaq olur, uşaq yerində valideyn olur. Və yaxud da ki, bir də görsən qadın da ərindən boşanıb, oğlan evladı var, uşağı var. Məsələn deyirəm, oğlan uşağını öz yoldaşı yerində qoyur. Və yaxud da atadır, məsələn də xanımınla ayrılıb qızın yerinə ana obrazını qoyur. Uşağa uşaq həyatını yaşamağa icazə verməyən valideynlər. Yəni mən öz yaşımda, mən öz yaş psixologiyama uyğun şəkildə böyümürəmsə, bir yerdə davranış belə də fışqırmağa başlayacaq. Bir yerdən elə bil ki, o siqnalizasiya verəcək. Ümumiyyətlə səbəbi bilmədən nəyinsə həllinə çalışmaq çox çətindir. Deməli, birinci növbədə keçirəcəyimiz etap valideynlə düzgün kommunikasiyanın qurulmasıdır. Valideyn konsultasiyası. Valideyn konsultasiyası düzgün aparılandan sonra ikinci etap uşaqla birbaşa konsultasiya və diaqnostikanın aparılmasıdır. Ondan sonra üçüncü etap qarşıya məqsəd qoyuruq ki, həm valideynlə, həm uşaqla biz necə işləyə bilərik. Çünki mən psixoloq olaraq uşaqla çox işləyə bilərəm. Əgər valideyn hansısa davranışını, hansısa emosional durumunu, hansısa işlətdiyi cümlələri dəyişməsə, mən məsələn bütün günü deyək ki, hansısa hansısa deyək ki, məsəl üçün də terapiya aparım, amma gedirəm evə uşaq bütün günü şillələnir. Hansısa terapiya aparsan, gedirsən valideyn uşağına heç yemək vermir, saymır. Dirəyə gedişinlə məşğul ol. Təbii ki, burada korreksiyadan söz gedə bilməz. Deməli, mən övladımı mütəxəssisə gətirirəmsə, mən başa düşürəm ki, mən valideyn olaraq məsuliyyətimdədir ki, mən mütəxəssisin dediyi yanaşma ilə öz övladıma uyğun strategiya qurum, yəni güvənim. Travma ilə bağlı səbəblər ola bilər davranış pozuntusunda. Baxın, səbəbləri deyirəm, əslində həlli də deyirəm. Məsələn, sonra mənə yazırlar ki, siz danışdınız, amma həllindən danışmadınız, korreksiyadan da. Əslində mən çox şeydən danışıram. Nədən danışıram? Məsələn, görürsünüz, səbəbləri sayıram bayaqdan. Bayaqdan saydığım səbəblər artıq sizə, yəni əgər psixoloq mindsetindəsinizsə, yəni normal insansızsa, başa düşmürsünüzsə, yəni qeyri-ixtisassızsa, bu normaldır. Yəni bunun üçün terapiya var, yöntəm var. Bunu ancaq mütəxəssis başa düşə bilər. Amma yox, işin içindəsinizsə, mütəxəssissizsə, yəni siz artıq başa düşürsünüz ki, mən nəyi necə demək istəyirəm və buradan artıq siz çıxan səbəblərlə işləməyə çalışmalısınız. O işləmənin də təbii ki, istifadə olunan terapiyalar var. İstifadə edirik oyun terapiyası, nağıl terapiyası, art terapiyası, koqnitiv davranış terapiyası, düzdürmü? Müxtəlif terapiyalardan deməli istifadə edirik ki, bunu həll olunsun. Təbii ki, terapiyaları mən burada durub deyə bilmərəm. Bunlar ayrıca böyük bir, uzun bir mövzudur. Gərək bu sahədə ixtisaslaşasınız, amma səbəbləri bilərək nəyisə təsirini öz belə deyək ki, azaltmağa fokuslana bilərsiniz. Fikir verdinizsə ipucu dedim. Valideyn öz davranışını, düşüncəsini və emosional fonunu dəyişməlidir. Bəzən uşağın psixoloqa yox, valideynin psixoloqa ehtiyacı olur ki, o uşaqda onu yaratmasın. Mən normal uşaqlardan danışıram və normal vəziyyətdən danışıram. Məsələn, siz deyə bilərsiniz ki, məsələn, tutalım ki, elə uşaq var ki, davranış pozuntusudur, eyni zamanda əqli geridir. Bu artıq xüsusi psixologiyaya gedir. Təbii ki, bu uşaqlarda korreksiya birbaşa ABA ilə aparılacaq. Davranış terapiya, tətbiqi davranış terapiyasına uyğun şəkildə aparılmış olacaq. Bu ayrı bir mövzudur. Mən danışdığım ancaq normal uşaqları nəzərdə tutub danışıram ki, normal uşaqda kənara çıxma halları baş verərsə nə olur? Yəni patologiyadan danışmıram. Patologiyada tamam ayrıdır. O artıq diaqnostik meyardır, vəsə. Yəni o elə davranış pozuntusu olacaq. O artıq belə deyək ki, davranış terapiyasından sadəcə vəziyyətin nisbəti sabitlənə biləcək. Amma normal uşaqlarda korreksiya rahat gedəndə, əlil şəxslərdə korreksiya biraz çətin gedir və uzun müddətli proses ola bilər. Normal uşaqlarda yarana bilən davranış pozuntusunda ayrılıq travması, bayaq dediyim kimi tərk edilmə qorxusu, emosional zorakılıq, valideyn itkisi, boşanma, qəfil dəyişikliklər, uşağın duyğularının inkar edilməsi, təhlükəsizlik hissinin pozulması, uşağın duyğularının inkar edilməsi, uşağın olduğu kimi qəbul edilməməsi, anidən valideyndən birinin itməsi və yaxud da vəfat etmə, ayrılıqlar, tərk edilmələr və s. ola bilər. Bu da deməli əsas meyar içərisində gəlmiş oldu. Okey. Baxım suallarınıza. Mən İndi suallarınızı uyğun cavablandıracağam. Bu hissəni yekunlaşdırım. Sonra artıq keçəcəm sual hissəsinə. Okey. Yəqin ki, səbəblər aydın oldu. Artıq səbəblərə yanaşma strategiyası da bəlli oldu və biz nələri öz üzərimizdə düzəltməliyik, bunu da bilmiş olduq. Okey.
İndi gəlirəm mən burdan görək sizə nə demək istəyirəm. Təbii ki, bu uşaqlarla işləmək üçün birbaşa valideyndir, psixoloqdur. Əgər ehtiyac varsa nevroloq və psixiatr da işin içinə cəlb olunur, komple müayinə işi aparılmış olur. Komple müayinə üsulu daha çox əlil şəxslərdə nəzərdə tutulmuş davranış pozuntusudur. Məsələn, deyək ki, uşağın 6 yaşı var, konkret diaqnostik meyarı orta dərəcəli əqli geridir. Belə deyək ki, kobud davranış pozuntusudursa, bu artıq əlilliyi müəyyən edilmiş şəxsdir. Bunlarla korreksiya işi komple gedəcək. Burada artıq idmandır, pedaqoqdur, loqopeddir, psixoloqdur, düyü bütünləmədir və s. ilaxır. Amma diaqnoz meyarı normal uşaqlarda ümumiyyətlə 10 yaş üzəri qoyula bilər. Əlil şəxslərdə 5 yaşdır, normal uşaqlar inkişaf edib sonradan qazanılmadısa bu 10 yaş üzəri olur. Əgər normal uşaqlarda yaranırsa, artıq burada məsələ ciddidir ki, valideyn başa düşməlidir ki, mənim övladımda ən xırda davranış pozuntusu varsa, mən birbaşa mütəxəssisə müraciət etməliyəm. Və heç olmasa bu sabitlənsin. Yəni nə isə düz getmir ki, bu baş verir. Tamammı? Mən belə deyim, mütəxəssis olaraq burada artıq deməli terapiya tətbiq olunacaq və valideynə birbaşa məlumat veriləcək ki, hansı terapiya tətbiq olunur, terapiya prosesi nə qədər müddət əhatə edəcək, hansı terapiyalardan istifadə olunur. Davranış cədvəli tutacağıq biz. Valideyn nə etməlidir, nə etməlidir? Bu artıq individualdır. Buradan yəni ümumi nə isə danışmaq düzgün deyil. Terapiya necə işlənir? Valideyn artıq prosesin iştirakçısına çevrilmiş olur. Hər uşağa özəl terapevtik yanaşma olmuş olur. Okay. Bugünkü mövzumuz bu qədər. İndi isə mən sizin suallarınızı cavablandırmağa çalışacağam. Amma ondan qabaq isə mən sizə demək istəyirəm ki, yanvar ayının 20-sindən mənim uşaq və yeniyetmə psixologiya kursum başlayır. Bu bir ay yarımlıq bir proqramdır. Kim qatılmaq istəsə, bu təlimdən sonra mən qrupa elan göndərəcəm. Əlaqə saxlayıb uşaq və yeniyetmə psixologiya kursuna da yazıla bilərsiniz. Bu kursda mən belə deyək ki, daha detallı keçirəm, suallarınızı daha detallı cavablandırıram, mövzulara Azərbaycan dilində atıram. Hər bir mövzu da video rekord formatında yığılır və sizlərə təqdim olunur. Bu da sizə keçdiyim qısa bir məlumat xarakterli, tamamilə ödənişsiz bir təlim idi. Səbəblərdən danışarkən artıq siz başa düşdünüz ki, nəyi necə eləmək olar. İndi sizin keçirəm suallarınıza ümumi cavab verməyə. O vaxta kimi suallarınız varsa yazılı formatda verə bilərsiniz. Bəli, əsasən atipik uşaqlarda mütləqdir. Bəli, çünki davranış pozuntusu özü iki istiqamətlidir. Bir, normal şəxslərdə olan davranış pozuntusu, bir atipik uşaqlar. Çalışacağım növbəti mövzunu sırf əlil şəxslərə həsr edeyim. Çünki görürəm ki, mütəxəssislərin çoxu əlil şəxslərlə işləməkdə çətinlik çəkir. Autizmdir, Downdur, əqri geridir və diaqnostik meyar, XBT-10 çalışacağım, ona uyğun salım. Belə. İndi ikinci sualınıza keçək. 12 yaşlı uşaqdan telefonu 12 yaşlı uşaqdan telefonu uzaqlaşdırmaq üçün necə davranmaq olar? Birinci növbədə mən valideyn mövqeyimə keçirəm. Mən o uşağın uşağı deyiləm, mən uşağın anasıyam ya atasıyam. Düzgün kommunikasiya qurmaq lazımdır. Əgər iş işdən keçibsə, sizin sözünüzü eşitmirsə, kobudluq edirsə, mən beləyəm deyirsə, yəni belə tip uşaqlar var da, qapını vurub keçir. Yaxşısı budur ki, bir mütəxəssislə paralel gedəsiniz. O mütəxəssis o uşaqdan konsultasiya götürək, görsün o uşağın ehtiyacı nədir. Sizdən də konsultasiya götürür, görsün sizin ehtiyacınız nədir. Və sizə artıq individual baxaraq desin ki, sizin övladınıza uyğun siz necə əlaqə qurmalısınız. Məsələn, buradan ChatGPT-yə də yazsa sizə en qədər məsləhət verəcəm. Amma bu ümumi məsləhətdir. Amma bu prosesin içində olub sizlə ayrıca danışmaq lazımdır, uşaqla ayrıca danışmaq lazımdır. Yenə də deyirəm, indi ümumi deyəcəmsə sadəcə ümumidir, yəni sizə aid olmaya bilər. Sadəcə və sadəcə mən qayıdıram valideyn mövqeyimə, uşağım uşaq yerindədir və mən bunu nizamlayıram. Məsələn, rutin cədvəli qura bilərəm, gündəlik məşğuliyyət cədvəli qura bilərəm, uşağımın ehtiyacını başa düşə bilərəm ki, uşağımın nəyə ehtiyacı var, hansı ehtiyacını daha az ehmal edirəm, məsuliyyət götürməliyəm, baxmayım. Burada en qədər səbəblər ola bilər. Bu nöqteyə nəzərdən baxa bilərsiniz. Psixi nitq ləngiməsi ilə evdə məşğul olmaq olar. Ümumiyyətlə, hər bir uşaqla evdə məşğul olmaq olar. Əgər mütəxəssissinizsə, valideynsinizsə və öz uşağınızla evdə işləmək istəyirsinizsə, tövsiyə edirəm ki, kurs alasınız. Məsələn, mənim valideynlərim olub ki, özləri uşaq və yeniyetmə psixologiya kursunu bitirib öz uşaqları ilə evdə işləyə bilir. Amma baxın, burada bir dənə nida var, nida. Emosional kontakt olduğumuz şəxslə uğurlu terapiya işi apara bilmirsiniz. Bir də təkrarlayıram. Emosional kontakt qurduğumuz şəxslə uğurlu terapiya işi apara bilmirik. Sadəcə məlumatlı oluruq, yanaşmanı bilirik, uşağımızı anlaya bilirik.
Yəni psixoloq belə öz anasına, bacısına, övladına, uşağına mən belə terapiya prosesi keçə bilməm. Çünki emosional kontaktımız var. Emosional kontaktı olmayan mütəxəssis sizlə işləyə bilər. Amma siz öz işinizi prosta belə deyək ki, istəyirsinizsə biləsiniz, tövsiyə edirəm ki, öyrənib sonra evdə keçəsiniz. Təbii ki, olar. Amma uşağın sosiallaşması üçün uşaq əgər həqiqətən psixi inkişaf ləngiməsidirsə, uşaq onsuz da heç yerə getmirsə, evdə olması da biraz pisdir. Heç olmasa bu özəl tipli bağçalara qoymaq lazımdır ki, uşaq biraz sosiallaşsın. Çox sağ olun, Aytən xanım. Hə, tanıdım sizi. 6 yaşlı uşağa qoyula bilər. Bilirsiz hansı şərtlər altında diaqnoz qoyulur? Əlil şəxsdirsə davranış pozuntusu qoyulur. Amma uşaq əlil şəxs deyilsə, normal uşaqdırsa, 10 yaşdan sonra, məsələn, atıram, 3 dənə davranış eləyirsə qoyulur. Məsələn, ana gəlib deyir ki, məsələn deyirəm, bax sayıram, qızım yalan danışır, gecələri evdən qaçır, qonşunun maşınını, bütün maşınları cızır, qaralayır. 3 dənə problemlə gəldi, 10 yaşdan yuxarı. Psixoloqa gəldi. Siz artıq deyirsiniz ki, stop, psixiatr. Və yaxud da gəlir deyir ki, oğlum var, məsəl üçün, siqaret çəkir, bütün günü söyür, məktəbdə də qızları harda görür, tutur, qolundan, əlindən sıxır, cinsel təhrik eləyir. 3 dənə problemlə gəldi. Artıra da bilər ha siyahını. Oğlan uşağı da 15 yaş var, bunu eləyir. Füsion, stop, psixiatr. Çünki artıq burada hə, davranış pozuntusu diaqnozu qoyulsa, füsion, antisosial şəxsiyyət pozuntusu, maddə asılılığı şəxsiyyət pozuntusu, gedir uşaq şəxsiyyət pozuntusundan. Bu da nə olur? Cəmiyyətdə təhlükə yaradan şəxs. Manyak kinolarına baxırsınız, adam öldürmə, bıçaqlama. Bax, gəldi, kökü gəldi. Artıq yerləşdirilir ehtiyac varsa psixiatrik xəstəxanaya və müalicə orada gedir. İzah edə bildim nə demək istəyirəm. Ona görə 10 yaşa qədər təhrikdə olub baxmaq lazımdır. Yəni həkimə necə gedirsiniz? Məsələn, zob həkimi də deyir, dərman alırsınız. Psixoloqa da elə getmək lazımdır. Həkimdir, mütəxəssisdir, yanaşmaq lazımdır. Yəni bildiyiniz, demirəm, araşdırın gedin. Məsələn, mən bu gün kurs keçəcəm, məsələn, primitiv etap. Onlayn ödənişsiz açmışam ki, kimsə yazılmaq istəyirsə məni araşdırsın, bilsin, ondan sonra yazılsın. Amma ən qədər videom onsuz da YouTube-da var. Yenə də atıram təkrar. Hə, YouTube-da atıram, Telegramda hamıya atıram. Amma məsələn deyim, yenə də ödənişsiz keçirəm ki, yenə də insan baxsın, girsin, iştirak eləsin, əmin olsun, sonra yazılsın. Eynilə də kiməsə canımızı həvalə ediriksə, övladımızı aparırıqsa, o mütəxəssisi tanıyıb aparmaq lazımdır. Kör-körayına yox. Birinci əmin olmalıyıq ki, işləyirmi, praktik təhsili varmı, praktik psixoloqdurmu, ixtisasçı kimdir, nəçidir, hansı uğurlu nəticələri var, araşdırmaq, bilmək lazımdır. Eynən. Salam, 13 yaşlı oğlan uşağı necə yönləmək olar ki, məqsədləri formalaşsın, məqsədlərinə dəstələrə diqqəti necə sevdirək? Onda gəlin sualı belə qoyum, əks qoyuram. Sənin dərslərinə diqqətinin zəif olmasının əsas səbəbləri nədir? Məsələn, oyun şəklində eləyə bilərsiniz. Bir valideyn kimi sadəcə, baxın, ümumiyyətlə yeniyetməylə yalnız və yalnız dost kimi söhbət edin. Yeniyetmə deyir ki, mən böyümüşəm, mən 30 yaşlı insandan da çox bilirəm, öz anamdan da çox bilirəm, öz atamdan da söz. Sən onunla durub uşaq kimi olmazlar, ümumiyyətlə olmazı yığışdırırıq. Sadəcə yönləndiririk. Necə yönləndiririk? Nədəsə, məsələn, bir valideyn olaraq nədəsə narazılıq müşahidə edirsinizsə, məsələn, tutam ki, bir övladımda hansısa bir punkt var, mən onda narazıyam da, yəni bir valideyn olaraq. O zaman birinci özünüzə sual verin ki, bax, birinci ən sağlam sual. Nə baş verir ki, mənim övladım bunu etməyə ehtiyacı duyur? İkinci, mən hansı boşluq buraxıram ki, mənim övladım buna yönəlir? Biraz da gəlin özümüzə qarşı səmimi olaq. Üçüncüsü, övladınızla dost kimi söhbət edin. Okay. Məsələn, deyirsiniz ki, Aras, tutam, mən son günlər görürəm ki, sən dərslərinə qarşı sanki biraz marağın azalır və diqqətin yayınır. Səni nə narahat edir? Və yaxud da nələri daha çox etmək istəyirsən? Bəlkə mənlə səbəblərini bölüşəsən. Bu aspektdən siz hardasa bilə bilərsiniz və ehtiyac yarananda mütləq ki, bir psixoloqla bölüşə bilərsiniz ki, o daha da bunu analiz eləsin. Çünki individuallıq belə deyək ki, xassdır axı. Başa düşdünüz nə demək istəyirəm? Ailənin uşaqların həyatına təsiri çox böyükdür. Qrupumuzda bir uşaq var idi. Var idi, ver, heç danışmır, reaksiya ver. Anası ilə tanış olum, uşaqlardan betər 2 gün 2 cümləni gücləndirir. Eynən. Biz təbii ki, valideynləri qınamırıq, heç kəsi günahlandırmırıq, sadəcə maarifləndirməliyik. Məsələn, mən görsəz sizi maarifləndirirəm və mən bunu YouTube-a yükləyəcəm. Məsələn, burada 10 neçə nəfər izləyirsə, YouTube-da artıq 100, 200, 300, hətta 1000 nəfərə qədər insan, məsəl üçün, izləmiş olacaq. Bu o deməkdir ki, maariflənmə getdi. Məsələn, siz də nəyisə bildiniz, getdiniz, məsələn, kənarda görürsünüz nəyisə, kiçik də olsa bir fikir bildirəndə yenə maariflənmə getdi. Və belə-belə olanda nə baş verir? Gözümüz açılır. Yaxşı mənada inkişaf eləyirik, böyüyürük. Sağalırıq, uşağı başa düşürük, yeniyetməni başa düşürük, əşya kimi baxmırıq, şəxsiyyət kimi baxırıq. Sonra o böyüyür,
milyon dənə problem yaranır. Depressiya yaranır, panik atak yaranır, nə bilim, şəxsiyyət pozuntusu yaranır, intihar riskləri olur, nə bilim, iş tapa bilmir, münasibət qura bilmir, evlənə bilmir, nə bilim, narkomaniyadan əziyyət çəkir, alkoqolizm, hamısının səbəbləri nədir? Uşaqlıqda və yeniyetmələrdə ehmal olunan duyğular və düşüncələr. Və çox təəssüf ki, valideynlər, bəzi valideynlər də bunu başa düşə bilmirdi, övladına necə yanaşacağını bilmir. Qayıdır öz anasının, atasının sözlərinə deyir. Axı onlar da köhnə nəsildir. Köhnə nəsil nəviyə nə gətirə bilər? Düzdür, nə isə hə, ola bilər ki, təcrübə baxımından bölüşə bilər. Amma bəzi şeylər var ki, o indiki dövrlə inteqrasiya olunub getməlidir. Onu demək istəyirəm. Okay, YouTuber olmaq istəyirsə, bunu pozitiv istiqamətdə qura bilərsiniz. Məsələn, məsələn, nəzarəti siz nəzərə götürüb, mən səni dəstəkləyirəm. Mən istəyirəm ki, hə, sən də YouTuber olsan, nəyə marağın var? Amma müvəqqəti, məsəl üçün deyək ki, davranışlarına nəzarət edərək. Məsələn, hansı videonu çəkmək istəyirsən, aha, olar, istiqamətləndirərək. Çünki mən də çox şey istəyə bilərəm, amma 18 yaşa qədər o himayədəsi sizsiz də, siz yön verməlisiniz yaxşı mənada. PUBG oyunlarına biraz stop qoya bilərsiniz. Uşaqlar çox əziyyət çəkir. Məsələn, vaxtla qoya bilərsiniz. Məsələn, yarım saat, 1 saat. Məsələn, dərslərimizi oxuyuruq ardıcıl. Həftədə bir dəfə sən YouTube videosu məsələn çəkə bilərsən. Yoxsa həftədə 2 dəfə çəkə bilərsən. Öz uşağınızın xarakterini. Qadağa yoxdur, sərbəstlik var, amma sərbəstliyin altında da nəzarətim var. Eyni zamanda anlayışım da var. Valideynin uşaq mövqeyini tutur. Çox vaxt deyirlər, valideyn ən yaxın dostdur. Mən bundan razı deyiləm. Valideyn elə valideyndir. Valideyn dostdan da ucadır. Valideyn özünü dost yerinə qoyursa, artıq uşaq üçün o heç nə olur. Valideyn gərək yaxşı mənada elə valideyn olsun, ana olsun, ata olsun. Mən əslində bir ara istədim valideynlik məktəbi layihəsi keçirim, valideyn ola bilmək. Deyil. Birinci valideyn özü travmaları ilə işləyir, azadlaşır, valideyn olur, sonra bu olmuş olur. Əgər 14 yaşlı bir uşaq sakit, sevgi dolu bir mühitdə böyüyüb, aqressiv olsa normaldır. Hormonlar inkişaf edir, bədən böyüyür, soruşa bilərsiniz. Yəni ani aqressiv olması normaldır. Yeniyetməyə xas olan davranışdır. Amma aşırı aqressivdirsə, nə isə narahat edirsə, həyatınızda da deyirsinizsə ki, hər şey güllük gülistanlıqdırsa, bir nevroloqa görünə bilərsiniz ki, son dövrlər əsəbləri gərgindir. Bəlkə sinir sistemi səviyyəsində çox dərs oxuyur və yaxud da nə isə çox eləyir. Yəni normal insanlıqda, məsələn, sizin mənim özümüzdə adi gecəni yatmayanda əsəblərimiz gərgin ola bilər, normaldır. Amma bu bizə aqressiv biri etmir də. Həmin an üçün nə isə düzgün etmədiyimiz üçün etmiş olmuş olur. Eynən, gördünüz, tapdıq. Okay, bugünkü mövzumuz bu qədər. Kim uşaq və yeniyetmə psixologiya kursuna yazılmaq istəyirsə, mən bugündən qeydiyyat açıq qoyuram. Keçid eləyib yazıla bilərsiniz. Hər biriniz uğurlar arzu edirəm. Ümidvaram ki, bu təlim sizin üçün çox maraqlı oldu. Növbəti mövzumuzu çalışacağam ki, əlil şəxslərə həsr edeyim ki, o mövzumuzda maraq, belə deyək ki, məlumatlı olmuş olsun.